Radiatorun ən düzgün qoşulma qaydası. İtalyanlar görür ki, Azərbaycanda 40 sm, 50 sm radiatorları yan qoşulmanı sökürlər, altdan qoşurlar və bunu qabaqlayıcı tədbirlər görürlər. Gördüyünüz kimi plastik boruları sökürlər, mis borularla əvəz edirlər. Bunun səbəbi nədir? Səbəbi odur ki, Kitayski ustalar məsəl üçün yan qoşulmanı, çarpaz qoşulmanı söküb altdan qoşmasınlar. Bu yan qoşulmada istilik daha çox evə yayılır. Çarpaz qoşulmada daha çox istilik evə yayılır. Yəni bu qədər. Əsas odur ki, radiatorun içindən məsəl üçün 1 dəqiqədə 6 litr su axa bilsin. Onda eviniz daha qızacaq. Bunun üçün nə etmək lazımdır? Doğru, dürüst kombi seçmək lazımdır. Başqa dəncə qabı yandan qoşdun, alttan qoşdun. Əsas səbəb sistemin çəkilməyi, bir də ki, seçdiyiniz kombidir. Sağ olun, Allah'a emanet.